Həbəquq Peyğəmbərin kitabı. Fəsil 1. Bu, Həbəquq Peyğəmbərə röya ilə nazil olan ixtardır. Ya Rəbb, nə vaxta qədər səni imdada çağıram və sən eşitməyəsən. Sənə qəddarlıq var deyib fəryad edəm və sən qurtarmayasan. Niyə mənə ədalətsizliyi görsədirsən? Nə üçün məni haqsızlığa baxmağa çəkirsən? Haraya nəzər salsam, orada həlakət və qəddarlıq var. Davaların, çəkişmələrin axırı yoxdur. Buna görə qayda qanun qüvvədən düşüb, ədalət heç vaxt qabağa getmir. Pis adamlar salihləri dövrəyə alırlar, elə ki, ədalət təhrif olunsun. O biri millətlərə baxın. Gördüklərinizə kamil mat qalın. Çünki sizin günlərinizdə elə işlər görəcəyəm ki, sizə danışsaydılar da inanmazdınız. Çünki bax, mən qəddar və amansız milləti, dünyanın dörd tərəfinə qoşun çəkən, başqalarının torpaqlarını zəbt edən kəldaniləri sizin ziddinizə qaldırıram. Onlar dəhşətli və qorxulu bir xalqdırlar. Kibirli və özbaşınadırlar. Atları pələngdən çabuk, özləri də gecə gəzən qurddan daha azğındırlar. Atlıları yeri deşərək uzaqdan gəlirlər. Şikarını yeməyə cuman qartal kimi uçurlar. Qəddarlıq üçün onların hamısı gəlir. Qoşunları səhradan əsən yel kimi qabağa gedir. Əsirləri qum kimi yığır. Padişahlara rişxənd edirlər, hökmdarlara gülürlər, hər qalalı şəhərə lağ edirlər. Duvarların qabağında torpaqdan təpə qurub onu ələ keçirirlər. Onlar yel kimi keçib gedirlər. Bu adamlar ki, onların Allahı gücləridir, təqsirkardırlar. Ya Rəbb, əzəldən bəri var olan məgər sən deyilsən. Ya Rəbb, tarım, müqəddəs olanım, biz ölməyəcəyik. Ya Rəbb, sən kəldanilərə icazə veribsən ki, hökmü yerinə yetirsinlər. Ey qayamız, onları təyin edibsən ki, cəzalandırsınlar. Sənin gözlərin tahirdir. Şəri görən gözün yoxdur. Pis əməllərə göz dikə bilməzsən. Bəs xəyanətkarlara necə baxa bilərsən? Pis adam ondan daha salih olanın başını yiyəndə, axı niyə sakit qalırsan? Sən insanları sanki dəhəz balıqlarına, başçıları olmayan sürünən canlılara çeviribsən. Düşmən onların hamısını çəngəllə çəkir, toruna salır, sərdiyi toruna salır. Buna sevinib şadlanır. Buna görə torları üçün qurban kəsir. Torları üçün buxur yandırır. Çünki bu torları ilə bolluq içində yaşayır və ləzzətli yeməklərdən bəhrə alır. Onlar məgər torlarını durmadan boşaltmağa, millətləri amansızcasına qırmağa davam verəcəklər. Fəsil 2. Gözətçi yerimdə duracağam.
qala duvarının üstündə dayanacağam. Göz olacağam ki, görüm Rəbb mənə nə deyəcək, şikayətlərim barədə nə cavab verəcəyəm. Rəbb mənə belə cavab verdi. Röyanı yaz. Lövhələrdə elə açıqla ki, qaçaraq gedən adam da onu oxuya bilsin. Çünki bu röya müəyyən vaxt üçündür. Yerinə yetməsinə tərəf gedir və yalan deyil. Gərçi gecikir, amma gözləyin, çünki hətmən gələcək, yubanmayacaq. Bax, məğrur adama, onun niyyəti düzgün deyil. Amma salih adam imanı ilə yaşayacaq. Doğrudan da şərab aldadıcıdır. Təkəbbürlü adam aram tutmaz. Ölülər diyarı kimi acgözdür. Ölüm kimi heç doymaz. Bütün millətləri özündə yığar. Bütün xalqları özündə toplayar. Bunların hamısı məgər onu lağ etməyəcək. Məsxərəyə qoyub deməyəcək, vay onun halına ki, özünə aid olmayanları artırır. Girov götürənlərlə özünü varlı edir. Nə vaxta qədər belə olacaq? Sizə girov verənlər bir gün məgər qəflətən qiyam etməyəcəklər. Oyanıb sizi məgər qorxutmayacaqlar. O vaxt siz onlar üçün talan malı kimi olacaqsınız. Bir çox millətləri soyduğunuz üçün millətlərin bütün sağ qalanları sizi soyacaqlar. Çünki siz insan qanı tökübsünüz, ölkələrə, şəhərlərə, orada yaşayan hər kəsə qəddarlıq edibsiniz. Vay o adamın halına ki, evini haram qazancla doldurur. Pisliyin əlindən qaçmaq üçün yuvasını uca yerdə qurur. Siz çox xalqları qırmaqla öz həmvətənlərinizi rüsvay edibsiniz. Öz canınızın ziddinə günah edirsiniz. Duvar daşları belə fəryad edəcək. Taxta tirlər onu münəks edəcək. Vay o adamın halına ki, qan tökməklə şəhər tikir, haqsızlıqla kənd qurur. Xalqların çəkdiyi zəhmətinin yanması, millətlərin boş yerə özlərini yorması, qoşunlar Rəbbinin işi məgər deyil. Çünki sular dəhənzi necə doldurur, dünya da Rəbbin izzətinin mərifəti ilə elə dolacaq. Vay o adamın halına ki, qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün şərab içdirib onları məst edir, içkiyə zəhrimar qatır. İzzət əvəzinə xəcalətlə dolacaqsınız. İndi sizin vaxtınızdır. İçin və çılpaqlığınız görünsün. Cəza camı Rəbbin sağ əli ilə sizə gəlir. İzzətiniz rüsvayçılığa dönəcək. Lobnana etdiyiniz qəddarlıq öz başınıza gələcək. Qırdığınız heyvanlar sizi dəhşətə salacaq. Çünki siz qan tökübsünüz. Ölkələrə, şəhərlərə və orada yaşayan hər kəsə qəddarlıq edibsiniz. Sənətkarın uyduğu bir bütün nə dəyəri var? Yalan öyrədən timsalın nə xeyri var? Bütü düzəldən sənətkar, danışa bilməyən bütlər düzəltməkdə öz işinə bel bağlayır. Vay o adamın halına ki, taxtaya diril, dilsiz daşa oyan deyir. Büt məgər yol görsədə bilər.
O qızılla, gümüşlə örtülmüşdür. İçində həyat nəfəsi əsla yoxdur. Lakin Rəbb öz müqəddəs məbədindədir. Qoy onun huzurunda bütün dünya sakit olsun. Fəsil 3. Peyğəmbər Həbəququn duası Şiqqayunlar dəstgahı üstündə. Ya Rəbb, sənin şöhrətin haqqında eşitmişəm. Ya Rəbb, gördüyün işlərə görə qorxu içindəyəm. Bizim vaxtımızda da o işləri təzədən canlandır. Bizim dövrümüzdə də bunları bildir. Qəzəblənəndə mərhəməti xatırla. Tarı Teymandan, o müqəddəs olan Paran dağından gəldi silah. Ehtişamı göyü bürüdü. Həmd sənaları yeryüzünü tutdu. Şəfəqi günəş kimi parıldayır, əllərindən işıq saçır, qüdrəti əlinin içində gizlidir. Onun qabağında və arxasında da naxoşluq getdi. O durdu, yeri tərpətdi, bax, millətləri titrətdi. Qədim dağlar dağıldı, əzəldən qalan təpələr yerə qapandı. Tarının yolu əbədidir. Mən baxıb gördüm ki, Kuşan çadırları çarəsizlik içindədir. Midyan çadırlarının pərdələri lərzəyə gəldi. Ya Rəbb, məgər sən çayların ziddinə qəzəbli idin? Acığın məgər su arxlarının ziddinə idi? Məgər dəhənzin ziddinə hiddətləndin ki, atlarına, müzəffər döyüş arabalarına mindin. Yayını çıxartdın, oxdanını oxlarla doldurdun, silah, yeryüzünü çaylarla yardın. Dağlar səni görüb ağrıya düşdü. Sellər hər yanı süpürüb axdı, dərinliklər gurladı, şəpələr qalxdı. Uçan oxlarının qığılcımından, vıyıldayan nizənin parıltısından, günəş və ay yerlərində durdular. Yeryüzündə qəzəb içində gəzdin, millətləri hiddətlə tapdaladın. Sən öz xalqının qurtulması üçün, məshətdiyinin xilas olması üçün çıxdın. Şəririn evinin başçısını əzdin. Təpədən dırnağa qədər onu soydun silah. Cəngavərləri tufan kimi bizi dağıtmağa gələndə sən onların başını öz nizələri ilə deşdin. Onların sevinci bu idi ki, yazıqları gizlənən yerdə məhv etsinlər. Sən öz atlarınla dəhənzi tapdaladın, cür sularını köpüklətdin. Eşitdim, içim lərzəyə düşdü, səsindən dodaqlarım əsdi, sümüklərim çürüdü, dizlərim titrədi. Amma bizə hücum edən xalqın fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm. Əncir ağacı tomurcuqlanmasa da, meynələr bar gətirməsə də, zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da, tarlalar məhsul yetişdirməsə də, qoyun keçi ağıllarda, mal heyvan tövlələrdə yox olsa da, mən hələ də Rəbdə şadlıq edəcəyəm, xilasımın tarısı ilə şadlıqdan coşacağam. Pərverdigar Rəbb mənim qüvvətimdir, ayaqlarımı maral ayaqları kimi edir. Məni uca yerlərdə gəzdirir. Musiqi rəhbəri üçün
telli alətlərimin müşayiəti ilə.